إنا أنزلناه قرآنا عربيا لعلكم تعقلون نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت من قبله لمن الغافلين إذ قال يوسف لأبيه يا أبت إني رأيت 11 كوكبا والشمس والقمر رأيتهم لي ساجدين. Rollarda Mahmud Pakiniyyət, Ketayun Riyahi, Mustafa Zamani, Cəfər Dehqan, Abbas Əmiri və başqaları. Senari müəllifi Fərəcullah Sələhşur, Quruluşçu operator Nasir Kavusi, Rəssam Fərhad Əlizadə Ahi, Səs operatoru Əhməd Əmiri, Bəstəkar Peyman Yəzdani, Səs rejissoru Rıza Nərmizadə, İstehsal müdiri Mühəmməd Sadiq Azin, prodüser və rejissor Fərəcullah Sələhşur. Həzrəti Yusif. Niyə oturmusan? Mənim işıqlı havada atayla üzləşməyə halım yoxdur. Gərək gün batana kimi gözləyək. Bəlkə gecənin qaranlığı özümüzün çirkinliyini biraz örtə. Qaranlıqda nə atamın matəm çökmüş üzünü görəcəyik, nə də o bizim riyakar və yalandan qəmlənmiş sifətimizi aydın görəcəyik. Düz deyir. Atayla üzbəüz gəlmək çətin olacaq.
Biz bu köynəyi atanın yanına bu cür apara bilmərik. Ata soruşmaz ki, əgər canavar Yusifi yiyibsə bu köynək niyə qanlı deyil? Narahat olmağa dəyməz. Hələ gecikməyiblər. Onlar həmişə işıqlıqda, gün batmazdan əvvəl gələrdilər. Bugün gecikiblər. Yəqin başları oynamağa elə qarışıb ki, vaxtın keçdiyini hiss eləməyiblər. Yahuda, Yusif ana, hardadır? Yusif! Kardeşim! Bəs sakit olun. Yahuda, Şəmul, Rubim, sizinliyim. Yusif'i neylemiş? Sakit olun. Ata! Ata! Eğer atanın başına bir iş gelse vay sizin halınıza. Ata! 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 Al yüzüne su vur. Yusif, benim Yusif'im. Ey Allah'ın peygamberi uyanın. Vay, vay benim Yusif'im, Yusif'im. Ne oldu Ladi? Yusif'im. Benim babam. Ne oldu Yahuda? Yusif ana. Ne oldu Ladi? Ne oldu Ladi? Yusif'e ne oldu? Niye danışmırsan? Allah'ın olsun ki bizim derdimiz sizin vatanın derdinden az değil. Kaş ölerdik. Bu halde sizin yanınıza gitmeyeydik. Danışın. Bunu eşitmek için taş kalpli olmam lazım. Ama ben bunu necə deyim? Benim her cür xəbəri eşitmeye taqətim var.
Deyin görüm nə olub. Yusifimin başına nə bəla gəlib. Mən və qardaşlarım Tevfikliyə nə baş verdiğini bilmirik. Sügemin facia baş veren de orada değildi. Başımız yaman karışmıştı. Birbirimizle yarışırdık. Hepsinden haberimiz yok idi. Bir daha yazık ki gün batım. Ve biz Yusuf'u itirmişik. Onu aktarmaya başladık. Yusuf'un bizden oynamağa, kaçmağa hal olmadığı için onu paltarların, eşyaların yanında koymuştuk. Sürətle Yusuf'un yanına qayıtdıq, ama Yusuf'tan əsər alamət yox idi. Yemeğimiz ve eşyalar oradaydı. Ama Yusuf yok idi. Dınca onun kanlı köleğini taptı. Vay Yusuf. Hiç Yusifimin əzasının bir üzmüdə qalmadı ki, onun üçün ağlayın. Onu torpağa tapşırın. Heç olmasa ondan məzarı yadigar qalsın. Yazık kardeş. Şalaklardı ama bu çöreğden başka bir şey tapmadı. Hiçbir şey. Canavarlar onun nazenin bedenini iki parçalamıştılar. Bu həqiqətən də Yusifin köynəyidir. Ondan Yusifin iyi gəlir. Yusuf senin başına ne getirdiler? Sakin ol bacı. Narahat olma. Tapılar Bacıma ne inşallah. cevap vereyim, cevap vereyim. O evlatlardı ben hep tapşırmıştı. Seni parçalayan kurtlara lanet olsun. Seni müsibetine nece dönsün. Canavar Yusuf'a hücum eləyəndə bu köynək əynindəydi. Yusuf'imi parçalayan canavar necə də rəhimliymiş. Bədənini parçalayıb amma köynəyini yox. Bu sizin gördüğünüz yuxunun yozumudur. O yuxu ki, on canavar bir uşağa hücum eləmək istəyirdi. Yox, yox. Yusuf'imi canavar parçalamayıb. Mənim sübutum bu köynəkdir. Yahuda, eğer Yusuf'u canavar yiyipse, bəs köynəyi niye parçalamayıb? O köynək niye cırılmayıb? İndiyə qədər bu heç ağlımıza gəlməmişdi. Təəccüblüdür ana. Bu köynək niye salamatdı? Düz deyirsiniz. Bu necə mümkün ola bilər? Ne baş verib Şəmun? Düzünü deyin. Düzü biz de bilmirik. Doğrudan da çok təəccüblüdür. Bilmirəm nə baş verib. Balamın başına nə oyun açmısınız. Amma bilirəm ki, baş verən hadisə nəfsinizin əmri ilə olub. Elə həmin nəfs sizə bu hadisəni uydurmağa vadar eləyib.
Şübhəsiz bu işdə sizə şeytan kömək eləyib. Sizin kimi bizdə nə hadisə baş verdiyini bilmirik. Bu bizim təqsirimiz deyil. Siz əmanətə xəyanət eləmişsiniz. Gərək onu öz canınız kimi qoruyardınız. Elə bu gecə gedin. Yusifi tapın və gətirin. Ay ana, biz onu çox axtardıq. Amma heç bir əsər əlamət tapa bilmədik. Hər an axtaraq. Dediyimi eşitdiniz? Elə bu gecə onu tapmalısınız. Gedək. Yusifi tapmaq üçün bir tədbir görməliyik. İsrail övladları, gördünüz başımıza nə oyun açdınız? Sən qoymadın. Əgər Yusuf öldürüb cəsədinin bir parçasını gətirsəydik, bu məsələ tamam olardı. Hələ də gec deyil. Biz bu işi indi də həll eləyə bilərik. Bu vaxtda nahaq yerə sizlə əlbir olmuşam. Əgər bir də artıq hərəkət eləsəz, hər şeyi açıb onlara deyəcəm. Yaxşı. Onda da görüm neyək. Gördün ki, ata inanmadı. Aydındır ki, ata bu cəfəngiyata inanmayacaq. Yusifi öldürməyi fikrinizdən çıxardın. Gedin biraz da yalan, hiylə uydurun. Bəlkə onda ata inandı. Salam olsun Adəmin varisinə. Salam olsun Nuh Peyğəmbərin varisinə. Salam olsun İbrahim Xəllin varisinə. Salam olsun İshak və Yaqub Peyğəmbərin varisinə. Salam olsun Adəmin varisinə. Salam olsun Nuh Peyğəmbərin varisinə. Salam olsun İbrahim Xəllin varisinə. Salam olsun İshak və Yaqub Peyğəmbərin varisinə. Salam olsun Adəmin varisinə. Salam olsun Nuh Peyğəmbərin varisinə. Salam olsun İbrahim Xəllin varisinə. Salam olsun İshak və Yaqub Peyğəmbərin varisinə. Salam olsun Siddiq Yusifə. Salam. Sən kimsən? Ürəyini aram eləyib səni qorumağa təyin olunmuş. Tək olan Pərverdigarın elçisiyəm. Mənə səni qorumaq və qəlbini rahat eləmək tapşırılıb. Qardaşlarım məni quyuya atıb getdilər. Onlar məni incidib döydülər. Bilirəm. Amma Allahın izni ilə sənin yaraların sağaldı. Bəs qəlbimin yaraları necə sağalacaq? Onlar mənə zülm elədilər. Onların cəzalanmasını istəyirsən? Yox. Onlar mənim qardaşlarımdır. Amma niyə mənimlə bu cür düşmənçilik elədilər? Mən onlara nə pislik eləmişdim axı? Qardaşların pisliyin təməlini qoydular. İsrail övladlarının sənə və atalarına elədiyini, bundan sonra övladları da o biri peyğəmbərlərə eləyəcək. Onlar peyğəmbərləri incidib bir çoxunu öldürəcəklər. Heç bir peyğəmbər onların şərindən amanda olmayacaq. Mən onlardan çox nigaranam. Gərək tövbə eləsinlər.
Çox da uzaq olmayan gələcəkdə onları tövbəyə məcbur eləyəcəksən. Sən qardaşlarına hökm eləyib, onları tənbih eləyəcəksən. Məni tək qoyma. Buradan çox qorxuram. Yusif gərək çətinliyə dözə. Unutma, quyunun dibinə düşməyən Yusif cah-cəlallı zirvəyə ucala bilməz. Atam mənə peyğəmbərliyin müjdəsini verib. Bu müjdə nə vaxt gerçəkləşəcək? Sən indi quyunun dibində yox, ilahi inayətin əhatəsindəsən. Həmin müjdənin həyata keçməsinə o qədər də çox qalmayıb. Agah ol Yusif, Allah səni quyunun dibi üçün yox, peyğəmbərliyə və şahlığa layiq olmaq üçün yaradıb. Allah səni quyunun dibi üçün yox, peyğəmbərliyə və şahlığa layiq olmaq üçün yaradıb. Ey tək olan Allahın elçisi, hardasan? Bilirəm ki, mənim Yusifimi canavar yeməyib. Amma başına nə bəla gəlib, bilmirəm. Biz necə də riyakarıq, necə də rəzil görünürük. Ata, açın. Bilirəm ki, sözlərimə inanmayacaqsınız. Amma tək olan Allah'a və bütün müqəddəslərə and olsun ki, biz sənə həqiqəti demişik. Həqiqəti. Aç qapını. Səbr eləmək fəzilətdir. Bilirəm ki, mənə bu müsibətdə Allah kömək eləyəcək. Amma bu gündən etibarən Yusifdən bir xəbər bilənə qədər sizi bağışlamayacağım. Mən daha atanın bu halına dözə bilmirəm. Yusifi quyudan çıxarıb atanın yanına gətirəcəm. Yusifin qayıdışı, atanın qarğışı, rüsvayçılıq, hər şeyin alt üst olmasıdır. Heç nə danışdığını bilirsən? Amma mən qəti qərara gəlmişəm. Siz də buna mane ola bilməzsiniz. Sizdən hər şeyi gözləmək olar. Lazım gəlsə nəinki məni, atanı da öldürərsiz. Cənab Yaqub.
Atanız hardadır? Ne deyirsiniz? Sizi görmək istəmirəm. Ya Nebiyallah, biz Kenan cemaatıyıq. Sizə sözümüz var. Qapını açın. Allah'ın salamı olsun Yaqub Peyğəmbərə. Allah'ın salamı olsun sizə. Allah'ın Peyğəmbərinin dərdinə şərik olmaq üçün gəlmişik. Əgər bizim köməyimiz lazımdırsa, çəkinməyin, deyin. Hələ də bilmirəm. Yusifim ölüb, yoxsa sağdır. Oğlanlarım deyir, onu qurd yeyib. Mən buna inanmıram. Bəlkə də başına başqa iş gəlib. Bilmirəm. Narahat olmayın. Əgər o sağdırsa, biz onu taparıq. Bu çöllüyün hər daşını axtararıq. Gərək səhərə qədər gözləyəsiz. Gün işığında daha yaxşı axtarmaq olar. Yox, sübh tezdən gec ola bilər. Axtarış elə bu gecədən başlamaq lazımdır. Amma biz hər yeri axtarmışıq. Otlağı axtarmısınız? Əlbəttə. Oranı qarış-qarış gəzmişik. Hər yeri. Amma ondan əsər əlamət tapılmadı. Yenə də axtararıq. Sayımız çoxdur, biz onu tapa bilərik. Deyəsən, sizin axtarmaq istəyiniz yoxdur. Yox, əgər istəyirsinizsə, axtarın. Paltarlarımı gətirin. Məkkili yolu ilə otlaq sahələrinə gedirik. Biz də gəlirik. Ehtiyac yoxdur. Siz elə burada qalın. Əgər onlar Yusifi tapsalar, onda bizim axırımız necə olacaq? Ata heç vaxt bizi bağışlamayacaq. Yaxşısı budur ki, Yusifi atanın yanına gətirib ondan üzr istəyək və bu məsələyə bir dəfəlik son qoyaq. Atanın canişinliyi necə olacaq? Bəs bizə münasibəti necə olacaq? Bundan sonra gözünün ucu ilə də biz tərəfə baxmaz. Onsuz da elə indidən ata bizə əhəmiyyət vermir. Bu ötəridir. Biraz keçsə, Yusifi unudandan sonra diqqəti bizə tərəf yönələcək. Bəs onu tapsalar necə? Tapmazlar. Yadına sal, biz Yusifi otlaqdan uzaq bir yerdə qoymuşduq. Burada dayanmaq faydasızdır. Gedək. Gedək cəmaatın arasında olaq. Yusif!
Ata, gəlirlər. Salam olsun Allahın peyğəmbərinə. Sizə də salam olsun. Biz otlağın hər daşını, hər kəsəyini axtardıq. Amma ondan əsər əlamət yoxdur. Yusifim. Amma sürünün izlərinin şorquyuya dək getdiyini gördük. Bugün də oranı axtararıq. Biz də ondan əsər əlamət tapmadıq. Biraz istirahət eləyin. Mən də sizlə gələcəm. Yusifi bugün tapacaqlarına şübhəm yoxdur. Onda ataya nə cavab verəcəyik? Hələ ki tapmayıblar. Yaxşısı bu da onlarla gedib axtarmaqlarına göz qoyaq. Dostum, hardaydın? Qorxudan sübhəcən yatmamışam. Yusif yüksəlmək üçün daha çox əziyyətlərə qatlaşmalıdır. Bəyəm Yusif burada, bu quyuda, bu qədər çətinliyə dözüb yüksəlməlidir? Dürrə bənzər Yusif faydalı olmaq üçün əvvəl bir toxum kimi torpağın köksündə gizlənməlidir ki, sonra torpaqdan qalxıb nicat tapa bilsin. Yəni mən bir gün bu quyudan çıxacağam? Az qalıb. Gəlmişəm sənə azadlığın müjdəsini verim. Atam deyirdi ki, dünya mömin üçün qaranlıq quyu kimidir. Onda sənin üçün elə bir fərqi yoxdur. Quyunun içi də, çölü də birdir. Atam üçün çox darıxmışam. Atan Yaqub Peyğəmbərdən ayrı düşsən də, burada bənzəri olmayan Həbibinləsən. Yazıq atam. Görəsən halı necədir?
Əzizini itirmiş adamın halı necə olar? Az qalıb. Gəlmişəm sənə xilas olmağının müjdəsini verim. O ağacın yanında bir şorquyu var. Oranı axtarmaya? Ha, oranı tanıyıram. Amma heç kim sürünü ora aparmaz. Gedək. Hələ quyuya tərəf getməyiblər. Zatı pak olan Yusif yatmaq istəmir. Bu gecə yatmamışam. Yuxum gəlir. Yat. Tək olan Allahın istəyi başqa bir şeydir, Yusif. Sən oyaq qalmamalısan. İndi sənin oyaq qalmaq vaxtın deyil. Rahat yat. Biz hər yeri axtarmışıq. Quyunun içinə də baxaq. Uşaqdır, bəlkə oynayanda ora yıxılıb. Yusif! 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 Çox dərindir. Heç dibi də görünmür. Tək olan Allahın istəyi başqa şeydir, Yusif. Sən oyanmamalısan. Atanın yanına da qayıtmamalısan. Yusif! Allah'a şükür. Onu tapmadılar. Yusifə nə olub? Niyə cavab vermədi? Bəlkə... Əgər Yusifin başına bir iş gəlsə, vay sizin halınıza. Yusif! 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 Siz mütləq cəzanızı almalısınız. Necə? Bəlkə bizə deyəsən? Evə qaydanda bilərsiz, darıxmayın. Sən evə qaydacağına əminsən? Nədir, hədə qorxu gəlirsiz? Doğrudan da bir qardaşın qanını axıdanlar üçün o biri qardaşı da öldürmək nədir ki? Sonra ikinci, üçüncü, dördüncü qardaşı, lap atanı da öldürmək olar. Elə danışırsan ki, güya sənin məsələyə heç bir qarışacağın olmayıb. Evə çatanda ataya Yusifi oğurlamağın kimin təklifi olduğunu da deyərsən. Yusif!
Yusif sağdı. Oradan ses gelir. Yusif! 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 Lavi sənsən? Hə, mənəm. Niyə cavab vermirdin? Yatmışdım. İndi nə edirsən? Yırtıcılarla yoldaş olmuşam. Səni yaralamayıblar ki. Salamatsan? Halım yaxşıdır. Biraz aclığım var. Tut! Sənin üçün biraz yemək gətirmişəm. Atamın vəziyyəti necədir? Yaxşı deyil. Səbirli olmağa çalışır. Amma halı heç yaxşı deyil. Dua edin, mən də səbirli olum. Heç bilmirəm atanın ayrılığına necə dözəcəm. Bu vaxtaca bir an belə ondan ayrı qalmamışam. Allah Yaqub Peyğəmbəri hifz eləsin. Təəssüflər olsun ki, Yusifdən heç bir xəbər gətirə bilmədik. Çox təəssüf. O, Kənan məntəqəsində yoxdur. Olsaydı biz onu mütləq tapardıq. Allah sizə mükafat versin. Siz gözlədiyimdən də artıq əlinizdən gələn elədiniz. Dua eləyin ki, Allah Yusifi mənə qaytarsın. Uşaqlar gəlirlər. Amma Yusifdən bir xəbər yoxdur. Qardaşım gəlmədi. O daha gəlməyəcək? Əgər Allah istəsə gələr. Gərək biraz səbr eləyib gözləyək. Pərverdigara, Yaquba kömək ol.
İlahi, Yaquba kömək ol. O Yusif'in ayrılığına dözə bilməyəcək. Dublyajın rejissoru Emin Abbasov, tərcümə edənlər Süleyman Fərzəliyev və Könül Cavadova, redaktor Teymur Quliyev, səs rejissorları Orxan Ağalarov və Vüsal Həsənov, inzibatçı Xeyrullah Zeynalov, dublyajın direktoru Süleyman Fərzəliyev və Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Həmidə Ömərova, Elşən Rüstəmov, Kazım Abdullayev, Şəfəq Əliyeva, Pərviz Bağırov, Məmməd Səfa, Natəvan Qeybani, Gülnarə Zülalova, Fərqanə Quliyeva, Pərviz Məmməd Rızayev, Rövşən Məmmədli, Qədir Mirzə, Cəlal Məmmədov, Vüsal Murtuzəliyev. Film 2009-cu ildə Sinesalam kinostudiyasında dublyaj olunub.